deyib, amma düzgün bir şey Deyil. Təbii ki, deyil. Kimlərinsə göz yaşının üzərində qurulan... Yeganə Rəşidova, bizim əziz doktorumuz, nefroloqumuz. Kimlərinsə göz yaşlarının üzərində qurulan bir, necə deyək, xoşbəxtlik, axı xoşbəxtlik deyil. Siz onların göz yaşlarını görsəniz, siz onların keçirdiklərini görsəniz, inandırım sizə ki, Ülviyə xanım, o mahnını heç oxumazsınız. Çünki o gəlirlər, o dağılan niyə qadınları günahlandırırıq yalnız? Siz onların keçirdiyi qadınları niyə günahlandırırıq ki? Kişiləri günahlandırmaq lazımdır. Bir kişi gedib 2-3 dənə ailə qurur, arvad alır, düzdür? Deyir ki, bu onlar da müsəlmanın həyatında var. Bir kişi 2-3 dənə ailə qura bilər. Yəni özlərinə belə düzgünlüyü qazandırırlar. Niyə qadınları qınırıq, kişiləri qınamırıq? Yəni 50-50-yədir. Mən burada kimisə qınamadım. Amma ki o dediyiniz gibi bir şey var. Bilirsiniz necə? Onların yaşadıklarını görəsiniz. Onların yaşadıklarını biz görürük. Onlar bəlkə gülürlər kənarda. Bəlkə özlərini xoşbəxt belə tutmağa bacarırlar. Dik dayanmağı çoxsu bacarmaq istəyir. Yəni dik dayanmağı durmaq istəyir ki, kimsə görməsin onun açlığını. Amma inandırım sizi, onların yaşadıklarını görsəniz, o mahnını heç oxumazsınız. Vallahi mən o mahnını yenə deyirəm, mən o mahnını... Bilirəm, yəni mən sizə həqiqətən, sizi çox istəyirəm, sizin məsələn mahnılarınızı da sevirəm. Amma ki, biraz təbliğatlarımızı mən elə gəlir, çox zaman düzgün aparmırıq. Baxın, reyting xatirinə bəlkə də düzgün aparmırıq. Bir söz deyim sizə, mən durum indi bir dənə xalq mahnısı oxuyum, onu YouTube kanalında yayımlayım, inanın o mahnıya baxış gəlməyəcək. Amma elə mahnıya trend 4 oldu. Yəni neçə milyon baxış. Çünki əfsuslar olsun ki... Yəni yəqin sevirlər ki, dinləyirlər. Ülviyə xanım, bilirsiniz necədir? Əfsuslar olsun ki, təbliğatlarımız, aparılan verilişlərimiz və o dediyiniz faizlər çoxdur da. Veriliş var. Ola bilər ki, o tip şeylər çoxdur, ona görə çoxdur. Veriliş var, sakit, gözəl gedir. İnan Allah, ona çox adam baxmır. Amma baxırlar, hada qırğın var, dava var. O verilişə elə bir şey... Qırğın var, yəni dava var, o verilişə çox baxılır. Həmin verilişlər reyting kazanır. Niyə? Yəni, mən də deyirəm də kütlə, mən də kütlə üçün oxumuşam.